Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve tabibi kulubina ve şefii zunubina Ebu'l Kasim Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Kâlellâhu Teâlâ fil Kur'ânil Kerîm. Kul in kuntum tuhibbûnallâh fettebi'ûni yuhbibkumullah ve yaghfir lekum zunubakum vallahu gafurur rahim. Sadaqallahul aliyyul azim. Aziz değerli izleyicileri, bu güzel, bu müqəddəs məkandan Həzrəti Məsumə salamullahi aleyhanın hərəmindən salamlayıram. Hər vaxtınız xeyirli, bərəkətli olsun inşallah. Bildiyiniz kimi qarşıdan Cəməd-i Sani'nin 13'ü Həzrəti Ümmülbəninin vəfat günüdür. O xanım barəsində inşallah sözümüzün əsnasında xanımın fəzilətinə işarə edərik. Əvvəl tilavət etdiyimiz ayədə Əl-İmran surəsinin 31-ci ayəsində Allah Teala Peyğəmbər Əkrəmə buyurur, de o şəxslərə ki, deyirlər ki, Allahı biz sevirik, in kuntum tuhibbunallah, de, əgər siz Allahı sevirsinizsə, fəttəbi'uni. O sevginin müqabilində gərək məndən də itaat etməlisiniz. Yuhbibkumullah, ardıca buyurur, yuhbibkumullah, yəni əgər məndən itaat olunsa, bu sevgi iki tərəfli olar. Yəni Allah Teala da sizi sevər. Ardıca buyurur, və yaghfir lekum zunubakum. Deməli, bu məhəbbətin səmərəsi, nəticəsi bu olar ki, Allah Teala sizin də günahlarınızı bağışlayar. Əziz izləyicilər, görün, bu ayədə gözəl və incə nöqtələrə işarə olunur. Deməli, əgər bir şəxs desə ki, mən Allahı sevirəm, əgər Peyğəmbərdən itaat olunmasa, deməli, bu sevgi yalancı bir sevgidir. Çünki bu sevgini ərsəyə gətirən, yəni onu sabit edən, onu təyyid edən, onu möhkəmləndirən fəttəbi'unidir. Yəni itaat Peyğəmbərdəndir. Əgər Peyğəmbərdən itaat olunmasa, deməli bu sevginin heç bir ərzişi yoxdur. Elə bil ki, şeytan bizi yalancı bir sevgi ilə aldadır. Məsələn, çox əksər bu cahil insanların dilində bu əzbərdir də. Deyir ki, mənim Allaha eşkim, məhəbbətim var. Yaxşı, Allaha məhəbbəti var. Hələ görün ki, Allahın Peyğəmbərinin buyurduğu əməlləri yerinə yetirir ya yetirmir. Əgər yetirmirsə, deməli bu yalancı bir sevgidir. Bu özünü aldadan, yəni insan özünü aldadır bu sevgi ilə, yəni bu cür düşünməklə. Əgər həqiqi sənin məhəbbətin varsa, fəttəbiyunu olmalıdır. Fəttəbiyunu olandan sonra yuhbibkumullah olur. Deməli, bir tərəfli əgər aşiqsənsə, məşuq da olmalısan. Əgər Allahı sevirsənsə, Allah da səni sevməlidir. O da haçan hasıl olur, haçan ələ gəlir? Fəttəbiyunudan sonra, yəni Peyğəmbərdən itaat edəndən sonra. Bu ayə barəsində gözəl, incə nöqtələrə işarə ediblər ki, inşallah biz o nöqtələrə işarə edərik. Ayrı ayədə ki, bunu təyid edir və bu ayəni geniş şəkildə izah edir. Bu ayədir, mən yuti'ir rəsul fəqad ətəallah. Əgər hər kəs Allahdan itaat etsə, üzr istəyirəm, Peyğəmbərdən itaat etsə, yəni 100% Allahdan da itaat edir. Ardıca ayrı bir ayədə də işarə edir, İnnellezîne yubayi'ûneke innemâ yubayi'unullah. Əgər hər kəs səninlə beyyət etsə, Allahla da beyyət edib. Yəni burada Allah Teala Peyğəmbəri qərar verib ki, sən Peyğəmbərdən itaat etsən, məndən itaat etmiş olasın. Yəni bağlıdır bu. Yəni Peyğəmbərdən itaat etməkli bağlıdır Allaha itaat etməkliyə. Burada incə nöqtələr ki, işarə olundu deyə işarə edək bu ayədə. Birinci budur ki, hər kim desə ki, mən Allahı sevirəm, bunu gərək əməldə
isbat etsin, sabit etsin, göstərsin. Necə? İşarə etdik əvvəl söhbətimizdə. Mən deyirəm ki, Allahı sevirəm, əməlimdə heç bir irəlilik yoxdur, qabağa getmək yoxdur. İbadətim yoxdur. Bu artıq iddia, yəni bu deyilən söz, məhəbbət deyil. İkinci məsələ budur ki, Allah Teala hər kəsin bu daşıdığı qədər bu yükünü verir. Məsələn, biz deyək ki, o alimlər ki, bu cür məqamlara çatıblar, biz o məqamlara çata bilmərik. Çünki onlar uşaqlıqda, məsəl üçün, bu mühitdə yaşayıblar, bu cür. Yox, bu cürdür. Yəni, Allah Teala bilir hansı şəxs o yükü daşıya bilər, o yükü ona ixtiyarına qoyur ki, ona əməl etsin. Ləysə lil insan illə ma sa'a. Yəni, insanın daşıdığı qədər, onun götürdüyü qədər ona o təklif verilir. O əməli yerinə yetirmək verilir. İkinci məsələ bu ayədə budur ki, əgər bir şəxs iman gətirmişəm desə, iman gətirmişsə, sənin imanın gərək burada olmalıdır ki, fəttəbi'uni. Gərək Peyğəmbərdən itaat olmalıdır. Üçüncü məsələ bu ayədə budur ki, əgər bir şəxsin ibadətində və buyurulan əməllərdə, əmr olunan əməllərdə süslük etsə, 100% bunun məhəbbətində də süslük var. Əgər bir şəxsin məhəbbəti kamil olsa, sabit olsa, onun ibadəti heç vaxt süst olmaz. İbadətində də səy göstərər. Bilər ki, o aşiqə doğru getmək üçün mən çalışmalıyam. O aşiqin məhəbbətini ələ gətirmək üçün mən çalışmalıyam. Əgər bir şəxsin ki, əməlində süslük var, deməli bunun məhəbbətində də süslük var. Dördüncü məsələ bu ayədə çox gözəl və incə bir məsələyə işarə olunur. İnsanları məhəbbətlə biz düzgün yola gətirə bilərik, doğru yola sövq edə bilərik. Necə? Çünki ayədə deyir, və in kuntum yuhibbunallah fəttəbi'unu. Deməli, onlar əgər bir şəxsi sevsələr, yəni əgər məsəl üçün bir alim ki, İnsanlar arasında məhbubdur, seviləndir. Sevilsə, o alim hər nə desə, ətrafında olanlar ondan itaat edər. Bu 100% bu cəzb, bu insanları özünə cəzb etmək bu şəxslərdə olar. Yəni, bu həmin bu alimdə olar. Çoxlu rəvayətlər də olunub ki, alimlər olub ki, yəni insanlar arasında bu cür məhəbbətə sahib olublar və ondan da təbəyyət edə insanlar da ondan təbəyyət edir. O da, burada biz nəticə ala bilərik ki, gərək insanlar içində sevilərsən, öz əməlinlə, öz rəftarınla. Yəni, Peyğəmbər ki, bizə usvatun həsənədir, Peyğəmbər öz rəftarı ilə, öz əməli ilə insanları özünə cəzb etmişdi, özünə tərəf çəkmişdi. O da Peyğəmbər İslamı gətirəndə, İslam dinini elan edəndə, bəziləri elə bu cür deyirlər ki, bu İslam gətirməmişdən də öncə insanlar içində sevilən idi. Dördüncü məsələ bu oldu ki, yəni insanlar içində gərək o məhəbbəti yarada biləsiniz. O məhəbbət yaransa, istər-istəməz insanlar sənin buyurduğunda, çünki sənə inanarlar, bilərlər ki, sən bizi düzgün yola aparırsan. Bu baxımdan deyirlər ki, bu şəxsin dediklərinə əməl edək. Beşinci məsələdə bu cür ki, Peyğəmbərdən itaat olmalıdır. Peyğəmbərdən, yəni bu cür deyir ki, mən Peyğəmbərin bəzi sözlərinə əməl edim və bəzilərini də tərk edim. Məsəl üçün, gələr ki, bizim ən yaralı yerimizdə, ən çətin yerimiz xoms məsələsidir, zəkat məsələsidir deyək. Çünki maddi bir məsələdir. Əksərimiz bu məsələdə görürsən ki, biraz ayağımız büdürüyür. Çünki zahirə biz baxırıq, zahiri görürük. Xoms məsələsində itaat etmir, Peyğəmbər buyurub ki, bu xoms verilməlidir. Və alimlər ki, Peyğəmbərin kəlamından gətiriblər, çıxadıblar, müştəhidlər ki, bu kəlamdan gəlib çıxadıblar ki, xoms, zəkat vacibdir. Bu gəlir, ibadət namazını qılır, amma xomsə gəlib çatanda görürsünüz ki, itaat etmir. Burada artıq
Bu orada deyilməyib ki, Peyğəmbərin namaz məsələsində itaat edin, xoms məsələsində itaat edin. Yox, Peyğəmbərin bütün buyurduqları hamısından itaat olmalı. Fəttəbi'uni ümumi olaraq itaatdən söhbət gedir. Sonuncu məsələ budur ki, insan edə bilər öz əməli ilə Allahın rızayətini ələ gətirsin. Necə fəttəbi'uni olsa, yuhbibkumullah olar. Yəni, əgər Peyğəmbərdən itaat etsən, Allah sevən şəxslərdən olarsan. Yəni, Allahın rızayətini ələ gətirən şəxslərdən olarsan. Bu ayədə gözəl nöqtələr ki vardı, İnşallah Allah Teala bizlərə nəsib etsin bu ayənin buyurduqlarına, işarə etdiyi nöqtələrə düzgün şəkildə əməl edək. Ümmülbənin Həzrəti Əli əleyhissalamın yoldaşı, həyat yoldaşı, bildiyiniz kimi Həzrəti Ümmülbənin Həzrəti Zəhra salamullah aleyhanın şəhadətindən sonra Həzrəti Əli əleyhissalamla evlənir. Və bu evlilik dövründə 4 oğlu olur ki, 4 oğuldan sonra işarə ediblər ki, tarixdə gəlib 4-cü oğul dünyaya gələndən sonra Həzrət Əleyhisselamdan istəyir ki, onun adını Ümmülbənin qoysun. Ümmülbənin, yəni 4 övlad, ərəblərdə bu cür qanunları bu cür idi. Yəni, bu cür deyirlər ki, əgər bir şəxsin ki, 4 övladı olsa, onunla oğul anası deyirlər, oğullar anası. O da bu 4-cü uşaq ki, dünyaya gəlir, Həzrət Əleyhisselamdan istəyir ki, oğlunun bu adını Ümmülbənin qoysun, çünki əsl adı Fatimə idi. Və illətini də deyir. Siz baxın, mərifət, əhl-i beytə, imamə, Həzrəti Zəhraya olan məhrifətə baxın, Həzrəti Ümmülbənində. Çünki nəyə görə? Çünki ayənin, biz ki dedik, və in kuntum tuhibbuna fəttəbi'uni yuhbibkumullah. Burada həmin məsələdir. Peyğəmbərdən sonra Həzrəti Əleyhisselamdan itaət, eynən Peyğəmbərdən itaətdir. Peyğəmbərdən itaət, Allahdan itaətdir. Bu bağlılıq zəncirvari bir bağlılıqdır. Heç kim deyilməz ki, birindən itaat olunsa, birindən olmaz. Çünki Qədirxum günündə də Peyğəmbər ki, Həzrət Əleyhisselamın əlini qaldırdı, mən kuntu mevlə fəhaz əliyyim mevla deyəndə, tam şəkildə itaat ondan vacib olundu. Yəni Həzrət Əleyhisselam. Çünki mən kimin mövlasıyamsa, Əli də onun mövlası. Yəni mövla, yəni mən indiyə qədər kimin mövlası edirsə, məndən itaat olunurdusa, məndən sonra da bu mövladan itaat olunmalıdır. Həzrəti Ümmülbənin demək olar ki, bütün vücudu ilə Həzrəti Əli əleyhissalamdan itaat edirdi və Həzrəti Əleyhissalamdan sonra da sonraki imamlardan da itaat edirdi və ehtiram qoyurdu. Tarixdə çox gözəl, Həzrəti Ümmülbənin barəsində çox gözəl nöqtələrə işarə olunub ki, necə Həzrəti Zəhra övladlarına xidmət edib, özünü xadim bilib, heç vaxt onların qarşısında, uşaqların qarşılarında öz övladına, doğma övladına məhəbbət etməyib. Olmaya onlar ana həsrətini çəkərlər. Yəni, əlindən gələni onlar üçün edib ki, onlar ana məhəbbətindən aciz olmasınlar. Baxın, bu cür xanım olub Ümmülbənin. Ümmülbənin bu məsələdən sonra deyir ki, adımı Ümmülbənin qoyur ki, məni Fatimə çağıranda uşaqlar bir anlıq o anasının xatirlərini gətirərlər və o qəmli günü yadına gətirərlər. İstəmirəm ki, uşaqların ürəyi bu cür qırılsın. O da istəyir Həzrət Əleyhisselamda, Həzrət Əleyhisselamda ondan sonra onu Ümmülbənin olaraq çağırır. Siz baxın, tarixdə Kərbəla hadisəsindən sonra, o böyük faciədən sonra ki, biz bunu vəsf edirik, yəni o həddə ki, düşünürük, başa düşürük, vəsf edirik. Amma orada olan hadisə, orada baş verən hadisəni dərk etsək, ürək dözə bilməz buna.
Tarihçilər deyirlər, Kərbala hadisəsindən sonra Bəşir gəlir Ümmülbəninə xəbər vermək istəyir ki, övladları şəhid olub. 4 övladı Həzrəti Əbəlfəz böyük qardaşı və kiçik qardaşları, 3 qardaşı da Kərbalada şəhid olurlar. Osman, Abdullah, Cəfər, Həzrəti Əbəlfəz 4 qardaşı şəhid olur. Bəşir gəlir xəbər verəndə demək istəyir ki, övladların şəhid oldu, sözünü yarımçıq qoyur, deyir ki, İmam Hüseyndən mənə deyil. Siz baxın, yəni məhəbbətə, bağlılığa baxın, Həzrəti Ümmülbənində. Demir ki, övladlarımdan nə xəbər? Deyir, İmam Hüseyndən, Əbu Abdullah'dan mənə deyil, nə oldu, nə baş verdi? Orada öz məhəbbətini, öz ehtiramını, eynən imamlar da, Həzrət Zəhra övladları da ona çox böyük ehtiram edirdilər. Çox böyük ehtiram edirdilər ki, tarixdə də bunun barəsində yazılıb. Həqiqətən bu xanım tarixdə bir iz qoydu ki, xanımlar diqqət eləsinlər Ümmülbəninin həyatına, çox ibrət götürüləsi bir həyat olub. Və sonradan istəmədi Həzrəti Zeynəbin qarşısında, Həzrəti Zeynəb ki, gəlir xəbər verəndə, orada oğullar barəsində söhbət açmadı. Həzrəti Zeynəb gəldi, başsağlığı verirdik qardaşların, oğullarının şəhid olması barəsində, olmasına görə. Orada da söz açmadı, İmam Hüseyndən dedi. Sonradan Həzrəti Əbəlfəzin oğlu ilə, öz nəvəsi ilə gedirdi, Bəqidə qəbir düzədirdi və orada roza oxuyurdu, orada mərsə deyirdi. Və qeyd edirlər ki, tarixçilər Hicri qəmərin 64 deyirlər, 70 deyirlər. 70-ci ilində Cəmad-ı Saninin 13-də dünyasını dəyişir və Bəqi qəbristanlığında dəfn olunur. İmam Həsənin kənarında, Fatimə bint Əsədin kənarındakı Bəqi qəbristanlığında dəfn olunur. Allaha and veririk İzzət-i Cəlalından bu gözəl şəxslərin getdiyi yolları bizlərə nəsib etsin və bizə də o mərifəti versin ki, onlar ki, Əhl-i Beyti o cür mərifət bəsləyiblər, o cür tanıyıblar. Biz də onlar kimi Əhl-i Beyti tanıyaq və Əhl-i Beytin buyurduqlarına gözəl şəkildə əməl edək inşallah.